Sizə bir dənə düstur verən, diqqətlə qulaq asın. Bu sosial şəbəkələrdə biz görürük ki, bir məddah və yaxud da gecə insana əhrəbə mərsi oxuyanda, əzadarlıq eləyəndə, sinəm vuranda bunlar çox narahat olmağa başlayır. Bunlar çox qızıqlanırlar, heybətlənirlər, əsəbləşirlər. Sizcə səbəb nədir? O həmin məddahın əsəbləşirlər. Xeyr, onlar Əhlibeyt əleyhissalama dil uzatırlar. Başa düşdünüz nə demək istəyirəm? Onlar dolayısıyla ona Əhlibeyt əleyhissalama gedirlər. Yəni o sözlər Əhlibeyt əleyhissalama onun qızığıdır. Başa düşdünüz? Nə oldu? Bir dənə müğənni dünyadan oxuyanda sevgidən, eşqdən, məhəbbətdən, nə bilim, şəhvətdən oxuyanda onun haqqında heç kəs belə bu qədər reaksiya vermir. Bir çoxsu deyir, əhsən, halal olsun. Amma Əhlibeytdən kimsə oxuyanda görsün ki, bunlar qıcıq tutur. Başa düşdün nə demək istəyirəm? Məqsəd Əhlibeyt əleyhissalamdır. Yəni bunlar İslamdan hayfın çıxa bilmirlər deyənə hayfın Əhlibeyt əleyhissalamdan çıxırlar. Səbəb çox qısadır və çox sadədir. Bəli, məsələ də bax bundadır. Bir çox insanlar Məhərrəm ayında İslamda əzadarlıq yoxdur. Bu haqda ustadlar, böyük alimlər, böyük şəxsiyyətlər danışıb. Mənim payıma sadəcə olaraq bu fikri çatdırmaqdır. Mən dini bəhsə girmək istəmirəm bu mövzuda. Onsuz zaten dəfələrdə bu bəhsə ustadlar, böyük alimlər, Allah hifz eləsin, dünyada köçənlərə rəhmət eləsin danışıblar. Məsələ burada Əhlibeyt əleyhissalam mahiyyətidir. Yəni mən bir şeydən acıq çıxıb, İslamdan acıq çıxa bilmirəm. Yəni Əhlibeytdən acıq çıxıram. Fikriniz çatdı bizə. Nə demək istəyirəm? Bax, hədəf də budur. Görürsünüz ki, Məhərrəm ayında, Ərbəyində və yaxud da digər aylarda İslamda əzadarlıq yoxdur, İslamda mərsi demək yoxdur, İslamda ulaşmaq yoxdur, İslamda sinəzəncilik yoxdur. O hamısı farslardan gəlib, İranlardan gəlib, nə bilim, hamısı atəşpərəstlikdən gəlib. Əvvəl belə bir şey olub. Mən yenə sual verirəm. 1931-ci ildə və yaxud da 1941-ci ildə və yaxud da Sovet vaxtında İran ölkəsi var idi, yoxsa yox idi? Var idi. Amma İslam inqilabı olmamışdı. Yəni Azərbaycan həmişə Əhlibeyt əleyhissalam əzadarlıq saxlayıb. Həmişə görmüşük ki, 20 yanvar faciəsində də olsun və yaxud da şəhid gələn 1-ci Qarabağ, 2-ci Qarabağ müharibəsinin şəhidləri olsun. Hüseyn vay Hüseyn və yaxud da Şəxsəy və yaxud da Əhlibeytdən əleyhissalama əzadarlıq keçiriblər. Azərbaycan xalqı Əhlibeyt əleyhissalamın belə deyək də xəmirindən, sevgisinin xəmirinə yorulub. Və heç kəs bu vaxta kimi və bundan sonra da bu sevgini, məhəbbəti aradan apara bilməz. O sevgini, o məhəbbəti aradan aparan insanlar ki var, onlar bir gün gedəcəklər, necə əvvəlkilər gedib. Yəni, sual verirəm, insan neçəlik yaşayır, uzaqbaşı? 70 il, 80 il, uzaqbaşı 100 il. 1400 ildir bu məktəb davam edib. Səndən qabaq gələn insanlar da bu məktəbdə mübarizə aparıblar. Axırda nə olub? Bu məktəb Allahın məktəbidir, dinidir. Allahın hövlə qüvvəsidir. Əhlibeyt məktəbi heç kəs bu vaxtdakı kimi söndürə bilməyib və yaxud da Əhlibeyt məktəbini heç vaxt heç kəs yıxa bilməyib. Bundan sonra da yıxa bilməyəcəklər. Məsələ gül kimi aydındır. Yəni hədəf burada məddah deyil, Rozaxan deyil, nə bilim, faiz deyil. Hədəf burada Əhlibeyt əleyhissalam. Buna görə ki, İslam'a dil uzada bilmirlər, deyəni Əhlibeytə dil uzatırlar. Bu dil uzatmalarda birbaşa Əhlibeyt əleyhissalama gedir. Siz bunu başa düşmürsünüz. Ona görə belə insanlarla çalışdığınız qədər uzaq durun. Yəni fikir bildirmək olar, amma bunlarla mübahisə eləyəsən. Quran-Kərimdə bir ayə var. Ayənin ərəbcəsi yadımdan çıxıb. Ayənin məzmunu belədir, ya Peyğəmbər, sən bunlara kafirlərdir desən də deməsən də bunlar birdir, iman gətirməzlər. Tamam? Bu ayəni Quran-Kərimə istinad elədim. Yəni bu adamlar nə qədər hədis gətir, nə qədər dəlil gətir, nə qədər Quran məntiqin, şəri hökm gətir, bunlar qəbul edəməyəcək. Bunlar deyəcək ki, yox, sən düz demirsən, sən səhv danışırsan. Bunlar üçün çünki öz nəfslərinə uyğun hərəkət edirlər. Məsələ də bax bundadır. Ona görə ki, mən bu haqda fikir bildirdim və yaxud da çıxış elədim ki, bu insanlar bilsinlər. Məsələ nə yerdədir? Allah aman da özünüzə yaxşı baxın.